Salam, mən FES Akademinin informatika üzrə təlimçisi Qədirova Nərgiz. Bu gün sizinlə Python-da olan tam və deməli qalıq bölmələrin sadəcə mənfi və müsbət ədədlər üzərində olan əməllərinə baxırıq. Deməli, bizə bu hissə və bu hissə tanışdır, amma digər mənfi və müsbət ədədləri isə bu gün deməli öyrənəcəyik. İlk öncə bu hissəni həll eləməmişdən əvvəl gedək ümumi deməli anlayışlara baxaq ki, biz burada necə həll edirik. Deməli, ilk öncə biz məsələn, verəcəm ki, qiymət olaraq 17, 17 bölünsün 5-ə. Daha sonra 17 bölünsün -5-ə. 17 -17 bölünsün -5-ə, daha doğrusu olsun -5-ə, sonra -17 bölünsün -5-ə. Deməli, hər bir hala baxdıq. Müsbət, 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 mənfi, mənfi, müsbət, mənfi, mənfi. Bütün hallara baxdıq. Deməli, burada biz həll edərkən ilk öncə bizə tanış olan budur. Buradan da bilirik ki, biz 17-ni 5-ə böləndə 3 dəfə götürürük, 15, qalığımızı 2 eləyir. Yəni, qalığımızı biz 2 olaraq tapırıq. İndi görək ki, biz bu 2-nin nəyə əsasən tapırıq və burada mənfi və müsbətlər bizdə işarələrə təsir eləyir. Bizdə ikinci hissə, yəni baxın, birinci hissəmiz budursa, ikinci hissəmiz bizdə bu hissədir. İkinci hissənin işarəsi nədirsə, cavabımız da o çıxacaq. Yəni o işarədə çıxacaq, belə deyək. Burada müsbətdir, qalığımız müsbət çıxır. Burada mənfidir, qalığımız mənfi çıxacaq. Burada mənfidir, qalığımız mənfi çıxacaq. Burada müsbətdir, qalığımız müsbət çıxacaq. İndi biz bu işarələri bu qalıqlı bölmədə belə deyək, diqqətli olaq. Tam bölmədə işarələr tamam başqa olacaq. Ona görə burada yadımıza saxlayırıq ki, ikinci tərəfin qalıqlı bölmədə ikinci tərəfin işarəsi nədirsə, alacağımız cavabın da işarəsi həmin işarə olacaq. İndi biz ədəd oxu seçək. İlk öncə ədəd oxu seçəndə, yəni biz sıfırdan başlayırıq. 5-ə bölürsə 5 addım gedəcək. 5 addım gedirik. Daha sonra 1-də 5 addım gedirik. 1-də 5 addım gedirik 15. 1-də 5 addım gedəcək, eləyəcək 20. Bizdə 5 addım gedəndə, yəni bu formada olur. Amma bizə 20 yox. Yəni 20-də bitmir, 15-də bitmir. Bizə sadəcə bitir 17-də. 17-də isə bu ortalıqda bir yerdədir. Belə yadımızda saxlayaq. Deməli, indi nə edirik? Buradan bir qayda kimi yadımızda saxlayırıq. Baxın, əgər hər iki tərəfdə eyni işarədədirsə, yəni müsbət-müsbət və yaxud da mənfi-mənfidirsə, baxın, bunlara baxın. Biz buradan bu addım olaraq gedirik 5 addım, yəni 1 addım, 2 addım, 3 addım və burada dayanırıq. Çünki bizim bir də gedəcəyimiz 20 addım bizə o lazım deyil. Əgər hər iki halda da, yəni yenə deyirəm, hər iki halda da işarələrimiz eynidirsə, müsbət-müsbət, mənfi-mənfidirsə, bizim bir addımda artıq getməyə ehtiyacımız yoxdur. 15-də dayanırıq. Sadəcə misalımız 17 olduğuna görə 15 ilə 17-nin arasındakı məsafəni tapırıq. 15 ilə 17-nin arasındakı məsafə 2-dir. Burada eləyəcək müsbət 2, amma burada eləyəcək mənfi 2. Çünki işarəmiz mənfidir. Əgər biri müsbət, biri mənfi olanda, biri mənfi, biri müsbət olanda isə biz bir addımda, yəni 15-dən 20 bir addımda gedirik və dayanırıq. Dayanandan sonra isə 17 ilə 20-nin arasındakı məsafəni tapırıq. Bura isə məsafəmiz 3-dür. Burada bu mənfi olduğuna görə bu mənfi 3, bu isə müsbət olduğuna görə isə müsbət 3 alınacaq. Gəlin Python proqramında da yoxlayaq. Yəni əmin olaq ki, Pythonda da düzdür, yanlışımız yoxdur. Baxırıq burada necə. Deməli, 17-ni sıra ilə getsək, bölürük 5-ə. Qalığımız bizə verdi müsbət 2. 17-ni bölürük, deməli, mənfi 5-ə. Mənfi 5-ə bölürük, qalığımız bizə verdi mənfi 3. İndi mənfi 17-ni bölürük, mənfi 17-ni. Deməli, bölürük mənfi 5-ə. İşarəmiz mənfi 2, bir də mənfi 17-mizi bölürük, deməli 5-ə, burada da işarəmiz müsbət 3 verəcək. Yəni burada, yəni cavablarımızı görürsüz, biz neynədik? Bir də üzərindən gedirik. Əgər hər iki tərəf, yəni burada ya 5 addım gediriksə, 17 də bizə lazımsa ya 15-də dayanmalıyam, ya 20-də dayanmalıyam. Bilirəm ki, hər iki işarə müsbət-müsbət, mənfi-mənfidirsə, bir addımda artıq getmirəm. Yəni 15-də dayanıram. Sadəcə 15 ilə 17-nin arasındakı məsafəni axtarıram. Əgər mənfi, müsbət, müsbət, mənfidirsə, işarələr fərqli olduğuna görə mən məcbur bir addımda gedirəm, daha sonra 17 ilə sonuncu addımın arasındakı məsafəni tapıram. Gəlin bir də yazaq buna aid. Deməli, daha sonra öz misalımızın həllini keçərik. Deməli, yazırıq ki, nə yazaq? Yazaq ki, 19 bölünsün
4'ə. 19 bölünsün 4'ə. Daha sonra 19 bölünsün -4'ə. Daha sonra -19 bölünsün 4'ə. Bir də -19 bölünsün -4'ə. İşarələrimiz nə olacaq? Müsbətdir, müsbət. Mənfidir, mənfi. Müsbətdir, müsbət. Mənfidir, mənfi. Burada mənfi dedim, amma müsbət yazdım. Bunu düzəldək. Deməli, bu oldu mənfi. İşarələrimiz mənfidir, qalanlar isə müsbətdir. İndi biz burada nə edirik? Yenə ədəd oxu seçirik. İndi ilk başda təzə öyrənin deyə ədəd oxu seçməliyik. Sonra artıq yadımızda qalacaq. 0, addım 4'dür. 4, 8, 12, 16. Artıq 16 dayanaq. 16 dayanaq. Misalımız özü isə neçədir? 19'dur. 16'dan da sonra nə gələcək? Deməli 4 addım getsə 20 gələcək. Deməli biz burada nə edirik? Əgər hər iki tərəf müsbət və mənfidirsə, dedik ki, artığına getmirik. Bununla bunun arasındakı məsafəni tapırıq 3'dür. Bu müsbət 3, bu mənfi 3. İndi isə 19'da artıq mənfi olanda bir addımda getdi. İndi 19 ilə 20'nin arasındakı məsafə tapırıq. 1 budur, 1 də budur. Gəlin indi baxaq. Deməli, 19'u böləcəyik qalıqlı bölməklə 4'ə, müsbət 3. 19'u böləcəyik -4'ə, eləyəcək bizdə -1. -19'u böləcəyik 4'ə, bizdə eləyəcək müsbət 1 və -19'u böləcəyik -4'ə, bu da bizdə verəcək -3. Gördüyünüz kimi bu formada olacaq. Gəlin indi gedək. Tapşırığımıza baxaq. Deməli, burada nə edirik? Burada 17'ni 3'ə böləndə bilirik ki, 5 dəfədir. Qalıq da bizdə nə alınacaq? 2 alınacaq. 17'ni 3'ə böləndə qalıq 2. Bu misalımızın izahına baxdıq, səhv eləmirəmsə. Deməli, daha sonra nə edirik? 17'ni bir də baxın, bizdə mənfi olan işarə var. Müsbət, mənfi əlavə getmirik. Onda burada qalığımız 2 olsa, burada da qalığımız nə eləyəcək? -2 eləyəcək. Amma bir addımda gedəndən sonra deməli 3 addım gedirik. Baxın, 3 addım 0, 3, 6, 9, 12, 15 və digərimiz nə olacaq? 17 olacaq. 17. İndi bizdə burada baxsaq əgər 3 addımla gedən 9, 12, 15, 17. İndi bizə nə verib misalın özündə? 18. Deyirəm, axı düz alınır. 18. İndi 17 veribsə, baxın, artıq getmədik deyə müsbət 2 və -2 oldu. Burada isə 17 ilə 18'in arasındakı məsafəmiz nədir? 1'dir. Burada bizə -1 verəcək, burada isə bizə müsbət 1 verəcək. Bunu da Pythonda yoxlayaq ki, əmin olaq. Deməli, misalımıza baxsaq əgər, biraz da, deməli, A-nı, yəni 17'ni bölürük 3'ə, bizdə verdi müsbət 2. 17'ni bölürəm -3'ə. 17'ni bölürəm -3'ə, -1 verdi. Daha sonra -17'ni bölürəm müsbət 3'ə, bizdə verəcək 1 və -17'ni bölürəm -3'ə. Bu da verəcək bizdə -2. Cavablarımız bu qədər. Bu qalıqlı bölmənindir. İndi isə tam bölməyə keçək. Tam bölmədə nə edirik? Gəlin gedək ilk öncə tam bölməmizi də izah eləyək, ondan sonra keçərik buna. Tam bölmədə nə edirik? Tam bölmədə işarə başqa cür götürülür. Yəni, əgər biz birinci ədədi tutalım ki, A-nı bölürüksə B-yə, sonra A-nı bölürəmsə -B-yə, -A-nı bölürəmsə B-yə, bir də -A-nı bölürəmsə -B-yə. Burada əgər A-nı mən necə götürüm? A-nı götürüm 20, B-ni də götürüm 7. İşarələrimiz burada necə olur? Əgər müsbət qalıqlı bölmədə biz ikinci hissəyə görə götürürdük qiymətləri, amma burada ikinci hissəyə görə götürmürük. Burada bir növ bilirsiniz nəyə bənzəyir? Məntiq əməllərində ekvivalentliyə müsbət bizə müsbət verir. Yəni doğru bizə doğru verir. Bir də yalan bizə yenə doğru verir. Qalan digər hallarda yalan doğru yalan da bizə yalan vermiş olacaq. İşarəni belə yadınızda saxlaya bilərsiniz. Və yaxud da ixtisar üsulu ilə müsbətlə müsbət ixtisar gedir, müsbət qalır. Mənfi ilə mənfi ixtisar gedir, müsbət qalır. Amma mənfi və mənfi müsbətdə mütləq müsbət, mənfi qalacaq idi cavab. İndi gedək bu 20'ni eləyək. Burada da eyni qaydada gedirik. Orada biz qalıqları götürdüksə, burada isə tam hissələri götürəcək. 0'dan başlayır.
7, bir də 7 addım gedəndə 14, bir də 7 addım gedəndə əslində 21 eləyir. İndi burada siz nəyə baxırsınız? 20-də misalımızın özü də burdadır. Eyni qaydada yenə bayaq qalıqlı bölmədə ikisi də eyni işarəli olanda, müsbət və mənfi olanda biz əgər çox getmirdisə, yəni addımı bir addım artıq getmirdisə, burada da belə olacaq. Yəni 1 və 2. 2. Çünki üçüncü addımız gedir 21-ə düşür. Bizim misalımız harda dayanmalıdır? 20-də dayanmalıdır. Deməli, bu eləyəcək bizdə 2 addım. Təbii ki, işarəyə görə bura müsbət 2, bura isə deməli, bura isə bu da müsbət 2 eləyəcək. İndi digərimiz mənfi müsbət və müsbət mənfi olduğuna görə bir addım da artıq gedirik. Bununla bunun arasındakı məsafə nədir? 1. İkisi də eləyəcək mənfi 1. Gəlin yoxlayaq. Yoxlayandan sonra tam əmin oluruq onsuz da. Aha. Deməli, 20 bölünsün, tam bölürük, bölünsün, deməli 7-yə. Bizdə verdi 2. Sonra 20 bölünsün, mənfi, deməli 7-yə. Bizdə verdi mənfi 3. A, mən qalığı götürmüşəm. Üzr istəyirəm. Mən qalığı götürmüşəm. Tamımız isə 1, 2, 3-dür. Yəni bunu düzəliş eləyək. Qalıqda olsaydı, qalıqda olsaydı 1 eləyəcəkdi. Mənfi 3, digər də mənfi 3 eləyəcək. Aha, deməli, mənfi 20-ni bölək. Mənfi 20-ni bölək. Deməli, 7-yə. Bu da bizdə mənfi 3 verəcək. Və mənfi 20-ni bölürük. Mənfi, deməli, 7-yə. Bu da bizdə nə verəcək? 2 verəcək. Gəlin, indi öz misalımızın izahına baxaq. Öz misalımızda da, deməli, görək doğru olacaqmı, yoxsa yox. Aha. İndi bunu həll eləsək, burada neynirik? Burada isə biz işarənin burada müsbət olacağını və işarəmizin burada müsbət olacağını bilirik. Burada mənfidir, burada mənfidir. 24-ün içində bunu qalıqlı bölmə, yəni qalıqla ədəd oxuyan seçməsəz də olar. 24-ün içində, 27-nin içində 4 neçə dəfədir? 6 dəfə tamdır. 7 olsa 28 elə düzdür. 6 dəfə tamdırsa, bir dəfə də 4 də 6 24-dür də. 4 də 7 isə 28-dir. 4 də 7 28-dir. 6 dəfəsi tamdır əlimizdə. Deməli, bunda 6 olacaq, yəni müsbət 6, bunda isə müsbət 6 olacaq. Amma bir addımda getsə, qalıq istəmirəm, qalıq istəsəm 1 olardı. Bir addımda getsəm, məndə 7 dövr olmuş olacaq. Gəlin buna da baxaq. Ədəd oxuyanımı göstərək, hamısını göstərmişik, bunu da göstərək. 0, deməli 4, 8, 12, 16, 20, 24, 24 və bir də addım getsə 28 eləyəcək. Bizim misalımız nədir? 27-dir. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 6, 6 dayanır misalımız. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6. Bizdə bu hissədə və bu hissədə artıq getməyəcək, amma bu hissədə bir dənə artıq getdiyinə görə 7 olacaq. Gəlin Pythonda da yoxlayaq görək misalımız düzdür. Deməli, neynirik? Buradan yazaq. 27-ni bölürəm 4-ə. 27-ni 4-ə böləndə çıxdı 6. Sonra 27-ni bölürəm mənfi 4-ə. Çıxdı bizdə mənfi 7. Mənfi 24-ü bölürəm, deməli, müsbət 4-ə. Çıxdı bizdə mənfi 6. Bir dəqiqə baxaq. Mənfi 24-ü bölmüşəm. Mənfi 27-ni böləcəkdim. Mənfi 27-ni bölürəm 4-ə. Gördüyünüz kimi yenə mənfi 7. İndi mənfi 27-ni böləcəm mənfi 4-ə. Müsbət 6 aldığımız cavablarla eynidir. Sadəcə burada misalımız 27-dir. Mən burada misal səhvini 24 yazmışam. Ona görə fərqli çıxmış oldu cavab. Yəni buna baxmayın, digəri doğrudur. Yəni bu sualımızın izahı bu qədər. Bunda MIQ imtahanına düşmə ehtimalı var. Ona görə dedik ki, buna da bir diqqət edək. Suallarımızın izahı bu qədər. Sağ olun.